Yaxın Şərqdə gedən prosesləri İsrailin hücumlarını müzakirə etdiyi ilə mövzunu davam etdirəcək. İsrail Qəzzada əməliyyatların yeni mərhələsinə başlayıb və məqsəd ölkə sərhədlərinin genişləndirilməsidir deyirlər. Avropa İttifaqı və Ərəb müsəlman ölkələrinin çağırışlarına baxmayaraq İsrail bugün məqsədlərini həyata keçirmək üçün bir sıra addımlar atır. İsrailin keçmişi və gələcək planları nədən ibarətdir? Çox maraqlı bir araşdırmamız var. İzləyək. 1948-ci ildə əsası qoyulan İsrail dövlətinin yaradılmasında əsas məqsəd İkinci Dünya müharibəsindən sonra tükənməkdə olan millətin yenidən həyata qaytarılmasını təmin etmək idi. Bunun üçün də hələ ötən əsrdə bir sıra tədbirlər həyata keçirilib. Dövlətin dünyanın hər bir yerində yaşayan yəhudiyə vətəndaşlıq verməsi, onların ödənişsiz İsrailə gətirilməsi, həmçinin sosial müavinətlər və məişət şəraitinin yaxşılaşdırılması yəhudiləri bir bayraq altında birləşdirə bildi. Bugün 10 milyon insana ev sahibliyi edən İsrail əhalisi sürətlə artan ölkə statusunu daşıyır. Tel-Əviv dünyanın dörd bir yanında yaşayan yəhudi lobbisinin mərkəzi rolunu oynayır. Eyni şəkildə 5-ci əsrdə ölü dil hesab edilən İvrit dili İsrailin yaranması ilə yenidən canlandırılıb və ölkənin rəsmi dili elan edilib. Əhalinin təqribən 50%-i ali təhsilli, qalan hissəsi isə müəyyən peşə sahibinə malikdir. İsraildə işsizlik ən aşağı səviyyədədir. Paralel olaraq İsrail və yəhudilər dünyada lobbi dəstəyinin önəmini göstərən və bundan maksimum istifadə edən ölkədir. Təkcə Birləşmiş Ştatlardakı milyarderlərdən 200 nəfərinin yəhudi olması və digər ölkələrdəki imkanlı şəxslərin yəhudi lobbisinə iqtisadi, geosiyasi dəstəyi nəticəsində Tel-Əviv bir əsrdən də qısa müddətdə dünyanın ən güclü ölkələrindən biri olmağı bacarıb. Qonşularının demək olar hamısı ilə əlaqələrinin pis olması səbəbindən idxalı az olmasına baxmayaraq İsrail təhsil, tibb, hərbi və sosial sahələrdə etdiyi yeniliklər və ayrılan vəsait hesabına bölgədə rahatlıqla varlığını qoruyur. Ölkə aqrar təsərrüfat sahəsindəki ehtiyaclarını tamamilə özü qarşılayır. Tel-Əvivin ehtiyac duyduğu təsərrüfat ölkənin istehsal etdiyinin sadəcə 10%-idir. Qalan 90% isə Səudiyyə Ərəbistanı kimi eyni coğrafi imkanlara malik ölkələrə ixrac edilir. Məsələnin maraqlı tərəfi isə ölkənin cəmi 20%-nin aqrar sahəyə yararlı olmasıdır. Digər tərəfdən, İsraildə insanlara hələ uşaq yaşlarından aşılanan fikirlər və təhsil barədəki nəsihətlər nəticəsində ölkənin sosial inkişafı dünya üzrə ilk onluqdadır. Hər bir ölkə vətəndaşının tək istəyi Tel-Əvivin inkişafı, dövlətin xeyrinə yeniliklərin gətirilməsidir. Bunun nəticəsidir ki, İsrail bugün ən güclü təhsilə sahib 5-ci və dünyada ən çox Nobel mükafatı alan ölkədir. Dünya silah ticarətinin 10%, pilotsuz texnika bazarının 65%-i İsrailin əlindədir. Tel-Əviv Şimali Koreyadan sonra qadınların da məcburi hərbi xidmətə çağırıldığı nadir ölkələrdəndir. Ölkə əhalisinin azlığı və regional düşmənlərin çoxluğu səbəbindən İsrail gəlirlərinin təqribən 6%-ni hərb sahəsinə ayırır. Qadınlarda 24 ay, kişilərdə 30 ay baş tutan hərbi xidmət ərzində həm vətəndaşlara aylıq maaş verilir, həm də yüksək səviyyəli hərbi təlimlər keçirilir. Bu isə 10 milyon əhali və 20 min kvadrat kilometr ərazisinə baxmayaraq İsrailin dünyanın ən güclü 10 ölkəsindən birinə çevrilməsinə şərait yaradıb. Orduya böyük əhəmiyyət verilməsinin əsas səbəbi isə vəd edilmiş torpaqlarda böyük İsrail dövlətinin yaradılmasıdır. Yəhudi inancına görə İsrailin sərhədləri dənizdən başlayıb çayda bitməlidir. Yaxın Şərqdə baş verən proseslərin xronologiyasına baxdıqda İsrailin artıq bu planı həyata keçirdiyinin şahidi oluruq. Hətta ötən əsrdə bölgədəki müsəlman əhalinin torpaqlardan çıxardılması və müxtəlif tarixlərdə İsrail və Ərəb dövlətləri arasında baş tutan müharibələr də əslində bu planın həyata keçirilməsi üçün cərəyan edən müəyyən strateji manevrlərdir. Buna baxmayaraq sözgedən dövrdə əhalisi az, ordusu zəif olan İsrail prosesləri biraz daha arxa plana yürütməyə və bölgədə söz sahibi olan böyük dövlətlərin diqqətindən yayınmağa çalışıb. Amma 15 il bundan öncəki regionda Ərəb Baharı adlandırılan hadisələrin cərəyan etməsi ilə İsrail vəd edilmiş torpaq planı yenidən ön plana çıxarıb. Sözgedən hadisələr Yaxın Şərqdə mövcud olan Ərəb ölkələri arasında yeni münaqişələrin yaranmasına və birliyin pozulmasına gətirib çıxarıb. Bunun nəticəsində də İsrail sürətlə torpaqlarını genişlətməyə başlayıb. Tarixi xəritə və dövlət sərhədlərinə baxdıqda Fələstinin yoxa çıxdığını, İsrailin isə böyüdüyünü rahatlıqla görə bilirik. Birləşmiş Ştatlardan və yəhudi lobbisindən geniş dəstək alan Tel-Əvivin qarşısını almaq isə indi məqamda qeyri-mümkündür.